Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemşarlarım. Bugün size Vestel klimasının, Vestel kondisionerinin pultunun istifadə qaydasını göstereceğim. Bu klimanın on-off düyməsidir. Bunun yardımıyla onu yandırıp söndürə bilirik. Klimanın modlarını dəyişmək üçün mod düyməsindən istifadə edirik. Bu kondisionerde 5 rejim var. Biz her defa mod düyməsini bastıqda yeni bir rejime keçmiş oluruq. Hal-hazırda burada üçbucaq bir bərabər tərəfli üçbucaq görsənir. Bu da avto rejiminin işarəsidir. Mod düyməsini basırıq, soyutma rejiminə keçirik. Daha sonra qurutma, fan və isitmə rejiminə keçmiş oluruq. Əlbəttə ki, insanların əksəriyyəti kondisionerdən soyutma məqsədləri üçün istifadə etdiklərinə görə biz mod düyməsini basırıq və burada bir qar dənəci işarəsi görünəndə klimamız soyutma rejiminə keçmiş olur. Soyutma rejimində temperaturu 22, 23, 24 dərəcənin arasında saxlayırıq. Çünki bu insan orqanizmi üçün ən uyğun olan temperaturlardır. Və əgər biz elektrik enerjisinə bir qədər qənaət etmək istəyiriksə, o zaman temperaturun 24 dərəcə və yaxud 24 dərəcədən yuxarı ayarlanması daha uyğundur. Ümumiyyətlə isə temperaturun 22 dərəcə və ondan aşağı olan temperaturlarda ayarlanması məqsədə uyğun deyildir. Çünki çox vaxt bu soyuq dəyməyə səbəb ola bilir. Kondisionerin fanının sürətini, yəni ventilatorun sürətini dəyişmək üçün bu düymədən istifadə olunur. Burada 4 sürət var. Birincisi yuxarı sürət idi. Bu demək orta sürət. Bu daha aşağı və bir daha basdırır ən aşağı sürət. Bir də basdıqda deməli avto sürətə keçmiş oluruq. Qeyd etmək istəyirik ki, kondisionerin ventilatorunun sürəti artdıqca onun soyutma qabiliyyəti də artmış olur. Bundan sonra demək başqa rejimlərə keçmək üçün yenidən mod düyməsini basırıq. Burada bir su damlası işarəsi gəlir. Bu nədir? Bu evdə olan nəmin azaldılması üçün nəzərdə tutulmuş qurutma rejimidir. Amma bu rejimdən çox az istifadə olunur. Bir daha mod düyməsini basanda gördüyünüz kimi burada bütün göstəricilər itir və burada bir ventilator şəkli görünür. Bu fan rejimidir, yəni ventilator rejimidir. Bu rejimdə kondisioner sadəcə adi fan kimi işləyir. Yəni nə soyutma, nə isitmə hadisəsi baş vermir. Bir daha mod düyməsini basırıq və burada bir günəş simvolu görsənir. Bayaq dedik ki, insanların əksəriyyəti soyutma rejimindən istifadə edir, amma isitmə də ən çox istifadə olunan ikinci bir rejimdir. İsitmə rejimi soyutma rejimindən çox fərqləndiyinə görə bizim bu videonun bu hissəsinə diqqətlə qulaq asmanız lazımdır. Əvvəla isitmə rejimində temperaturu 26 dərəcədən yuxarı tutmamız lazım. İkincisi ventilatorun sürətini avto rejimə qoymamız lazım. Bunun üçün bir neçə dəfə basırıq və burada belə bir işarə gəldikdə kondisionerimiz avto rejimə keçmiş olur. Bu zaman kondisionerin fanının sürəti mikroprosesor tərəfindən idarə olunduğuna görə kondisioner çox verimli işləyir və eyni zamanda da çöl üstə yalnız havanın temperaturu 0 dərəcəyə yaxınlaşdıqda baş verəcəkdir. Yenə də qeyd etmək istəyirik ki, istifadəçilər bəzi vaxt elə bilirlər ki, kondisioneri isti rejiminə qoşan kimi dərhal isti verəcək. Bu belə deyil. Ən yaxşı halda kondisionerdən 5 dəqiqədən sonra isti verməyə, ilıq isti verməyə başlayır və təxminən nominal rejimə çatması üçün təxminən 20, 40, bəzi vaxt isə hava həddindən artıq soyuq olduqda yəni 1 saata qədər vaxt lazım olmuş olur. Və qeyd etmək istəyirik ki, havanın temperaturu aşağı düşdükdə kondisionerin verdiyi istiliyin miqdarı da azalır. Bütün kondisionerlərin istifadə kitabçasında, türkçə desək kullanma kılavuzunda kondisionerlərin 5 dərəcə müsbətdən sonra istifadəsi zamanı başqa isidici cihazlardan istifadə etməyi məsləhət görürlər. İndi isə biz bir daha mod düyməsini basırıq, növbəti avto rejimə keçirik. Avto rejim nədir? Burada biz qoyduğumuz bu hər hansı bir temperaturun daimi
eyni səviyyədə saxlanması. Məsələn, deyək ki, biz istəyirik ki, evimizdə temperatur daimi 24 dərəcə olsun. Bu zaman əgər temperatur bu göstəricidən aşağı düşərsə, kondisioner isitmə rejimində çalışacaq. Bu göstəricidən yuxarı qalxarsa, soyutma rejimində çalışacaqdır. Yenidən mod düyməsini basıb soyutma rejiminə qaydırıq və indi digər düymələrin istifadə qaydasını izah edəcək. Burada bir swing düyməmiz var. Yəni bu swing düyməsi kondisionerin jalüzlərini hərəkət etdirmək üçün və yaxud hər hansı bir istiqamətdə dayandırmaq üçün nəzərdə tutulmuşdur. Burada bir aypara və qarşısında da bir ulduz işarəsi olan bir düymə var. Bu sleep rejiminin düyməsidir. Məsələn, bəzi vaxt olur ki, insanlar deyək ki, həddindən artıq çox yemişlər və onlara həddindən artıq istidir və temperaturu bilərəkdən, bilməyərəkdən temperaturu 21-22 dərəcə ayarlayırlar və səhərə yaxın artıq xəstələnmə kimi bir problemlə qarşılaşırlar. Bunun olmaması üçün istehsalçılar burada bir sleep, yəni yuxu rejimini bizim üçün yəni düzəltmişlər. Onu basdıqda deməli nə hadisəsi baş verir? Kondisioner 2 saat keçdikdən sonra temperaturu 1 dərəcə qaldırır, deməli 23 dərəcə olur. Bir neçə saatdan sonra isə yenidən 1 dərəcə qaldırır və 24 dərəcəyə qədər qalxır. Dolayısıyla bizim soyuqluq dəymə kimi bir problemimiz olmur. Təbii ki, burada temperatur düymələri var. Bununla temperaturu qaldırır, bununla temperaturu aşağı salır. Bu onsuz da görünür. Bu pultlarda demək Celsius şkalası ilə hesablanıb. Çünki bu kondisionerlər əsasən Avraziya materikində satılır. İndi isə burada olan düymələri biz sizə başa salacağıq. Kondisionerlərin hər hansı bir zamanda yandırılmasını və yaxud söndürülməsini təmin etmək üçün bir timer düyməsi olur. Burada demək, əgər biz timer düyməsini bir dəfə basırıqsa, burada off gəlir. Bu nə deməkdir? Yəni, kondisioneri hər hansı bir zamanda söndürmək. Amma bundan qabaq biz gərək, timer rejimindən qabaq, biz əvvəlcə saatımızı qurmalıyıq. Bu yadımdan çıxdı. Deməli, hal-hazırda deyək ki, 22:00-dır. Set düyməsini əlimizlə basılı saxlayırıq və bu saatın yanıb söndüyünü görürük. Bundan sonra bu düymələrin yardımı ilə saatı 22:00-a qoyduqdan sonra set düyməsini basıb saatımızı təsdiq edirik, onaylayırıq. İndi biz yenidən timer rejiminə qaydırıq və timer düyməsini basırıq. Məsələn, deyək ki, səhər saat 4-də kondisionerimizin sönməsini istəyirik. O zaman deməli timer off rejimini 0:4-ə ayarlayırıq və bundan sonra yeni set düyməsini basıb deməli onu təsdiq edirik. Kondisionerimiz bir neçə saat işlədikdən sonra səhər saat 4 tamamda söndürüləcəkdir. Bu rejimi iptal eləmək üçün, bu rejimdən çıxmaq üçün cancel, yəni iptal düyməsini basmamız lazım gəlir. Bundan sonra başqa bir zamanda məsələn işə gedirik və istəyirik ki, kondisionerimiz biz evə gəlməmişdən təxminən 1 saat qabaq işə düşsün. Məsələn, evə bir saat axşam saat 8-də, yəni 20-də gələcəksə, o zaman saat 19 radələrində kondisionerimizin işə düşməsi evimizin 1 saat ərzində soyulmasına bəs edəcəkdir. Bunun üçün timer düyməsini 2 dəfə basırıq və burada timer on işarəsi yanmağa başlayır və burada bu düymələrin köməyi ilə biz saatı 19:00-a qoşub set düyməsini basırıq. Kondisionerimiz axşam saat 7-də işə düşəcək və biz evə gələnə kimi bizim evimizi soyudacaqdır. Bu rejimdən də çıxmaq üçün cancel düyməsini basmamız lazım gəlir. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Əssəlamu aleykum.